Salam uşaqlar. Bugünkü videomda bölünmə əlamətlərini öyrənəcəyik. Gəlin baxaq bölünmə əlamətləri dedikdə nələr? Deməli, bölünmə dedikdə, məsələn, hər hansı bir 12 ədədinin bölənlərini tapsaq, biz bilirik ki, əzbərə 1, 2, 3, 4, məsəl üçün 5-ə də bölə bilərik. 6-ya da bölə bilərik. Əslində 12-ni 7-yə də bölə bilərik. Amma onlardan bölənlər dedikdə qalıqsız bölən nəzərdə tutulur. Qalıqsız bölən nəzərdə tutduqda, onda bura 1, 2, 3, 4 və 6 daxildir. Yəni 12-yə böldükdə qalıq alınmır və tam bölünür. Bəs bu 12-ni biz rahatlıqla, yəni 2 rəqəmlərdədir deyə, biz onun bölənlərini çox rahatlıqla tapdıq. Ya bizə böyük rəqəm versəydi, məsəl üçün 4357 olsaydı və yaxud da 45585 olsaydı. Bu ədədin, məsəl üçün biz ona 2-yə, 3-ə, 5-ə, 6-ya, 7-yə və s. ədədlərə qalıqsız bölünüb ya da bölünmədiyini necə bilə bilərdik? Yəni mən götürüb mütləq 4357 ədədini 2-yə bölmədən də onun 2-yə qalıqsız bölünüb bölünməyəcəyini bilə bilərəm. Bu gün isə bu əlamətlər bu problemləri həll etmək, yəni bunu tapmaq üçün köməklik göstərir bizə. Gəlin indi bu əlamətləri öyrənək görək hansı əlamətlər vardır. İlk əlamətimiz 2-yə bölmə əlamətidir. Gəlin bax, burada deyir ki, əgər ədədin son rəqəmi 0, 2, 4 və 6, 8, yəni ədədin son rəqəmi cüt ədəddirsə, ümumiyyətlə ədəd cüt ədəddirsə, mütləq 2-yə bölünür. Siz də bilirsiniz, ədədin cüt ədəd olduğunu hardan bilirik? Son rəqəmi cüt ədəd olan ədədlərin hamısı cüt ədəddir. Yəni, əgər ədəd cüt ədəddirsə, deməli 2-yə mütləq bölünür. Cüt ədəd olması üçün sonunun 0, 2, 4, 6 və 8 ədədləri ilə bitməsi lazımdır. Yəni, siz ədədin sonunda 4-ü görsəz, ondan mütləq biləcəksiniz ki, həmin 124 ədədi 4-ə qalıqsız və 2-yə qalıqsız bölünür. Və yaxud da burada 357 ədədini görürsünüz. Sonu nədir? 7. Sonun rəqəmi 7-dir. 7 2-yə bölünürmü? Xeyr, bölünmür. Yəni qalıqsız bölünmür. Deməli, ədədin özü də 357 ədədlə qalıqsız bölünməyəsidir. Gəlin yoxlayaq. Deməli, 124 ədədini biz 2-yə bölək. Deməli, 1-dən 2-dən kiçik olduğu üçün 2 mərtəbəni götürürük, 12-ni 2-yə böləndə 6. Deməli, 6 dəfə 2, 12 çıxdıq. 4, 4-də 2 dəfə 2 yerləşir, 2 dəfə yerləşir və 4. Qalıqda 0. Deməli, 124 ədədini 2-yə böldükdə qalıqda 0 alır. İndi gəlin yoxlayaq 357 ədədini. 357 ədədini bölək 2-yə. Deməli, 3 2-dən böyük olduğu üçün elə birinci mərtəbədə də saxlayırıq. 3-ü 2-yə böldükdə 1 dəfə yerləşir, 2. Çıxdığımız üçün 1 qalır, 5 aşağı düşür, 15. 15-i 2-yə böldükdə 7 dəfə yerləşir, 14. Və 14, 15-dən 14 çıxdıqda 1 qalır. Yenə aşağıdakı mərtəbəni düşürürük. Mərtəbədə rəqəmi 17. 17 2-yə böldükdə eləyir 8, 16. Və 17-dən 16 çıxdıqda qalıqda 1 almış oluruq. Deməli, qalıqda 1 alır. Yəni 357 ədədini 2-yə böldükdə qalıq cavab almış oluruq. İndi isə gəlin baxaq 3-ə bölmə əlamətinə. 3-ə bölmə əlamətinə gəlin lövhədə nə deyir? Bir ədədin rəqəmlərinin cəmini tap. Əgər cəm 3-ə bölünürsə, ədəd 3-ə bölünür. Baxaq, məsələn, burada göstərir ki, 213 ədədinin cəmi 2 + 1 + 3. Bu deyir 6. 6 3-ə bölündüyü üçün deyir 213 ədədi 3-ə bölünür. Növbəti də deyir ki, 145 ədədi. Bunun da cəmi, rəqəmlərin cəmi 10 edir. 10 3-ə bölünmür, biz bilirik ki. 10 3-ə bölünmürsə deyir, 145 ədədi də 3-ə bölünmür. Gəlin yoxlayaq, həqiqətən də 145 ədədi 3-ə bölünmür, 213 ədədi 3-ə bölünmür. 213 ədəd. Bölək 3-ə. Eləyir. Deməli, 2 3-dən kiçik olduğu üçün 2 mərtəbə götürürük. 21-i 3-ə bölürük. Bu da eləyir 7. 21-i yazırıq. 21-i çıxdıq. Yerdə qaldı. Aşağıya 0 düşür. 3. 3-də 1 dəfə yerləşdiyi üçün 3-ü qeyd edirik. 0. Qalıq 0 aldı. Deməli, cəmi 6 olan ədədin ümumi ədəddə 3-ə böldükdə 0 aldıq. İndi gəlin yoxlayaq 145 ədədini. 145 ədədini bölək 3-ə. 14, yəni 3 1-dən kiçik olduğu üçün ikisini götürürük. 14 3-ə böldükdə 3 4 dəfə yerləşir, 12 eləyir. 14-dən 13 çıxdıqda 2, 5 aşağı düşür. 25 3 8 dəfə yerləşir, eləyir 24. 25-dən 24 çıxdıqda yerdə qalır, qalıqda 1. Deməli, biz 145-i 3-ə böldükdə qalıqlı ədəd almış oluruq. İndi isə növbəti bölmə əlamətinə keçək. 4-ə bölünmə əlaməti. Deyir, 4-ə bölünmə əlamətində ədədin sonu, son 2 rəqəmi 4-ə bölünürsə, ədəd 4-ə bölünür. Son 2 rəqəmi deyəndə, son 2 rəqəmin düzəltdiyi, əmələ gətirdiyi ədəd. Yəni, burada 316 ədədir. 316 ədədinin
Əmələ bax son 2 rəqəmi 16-dır. Onun əmələ gətirdiyi rəqəm 1 və 6-dır. Onun əmələ gətirdiyi ədəd də 16-dır. 16 4-ə bölünürmü? Hamımız bilirik ki, 16-nı 4-ə bölündə cavab 4 almış olur. Yəni qalıqsız bölünür. Onda 316 ədəd də 4-ə qalıqsız bölünər. Amma 54 ədəd, yəni 254 ədədinin sonu nədir? 54. 54 4-ə bölünürmü? Hayır, qalıqsız bölünmür. Ona görə də deməli 254 ədədi də 4-ə qalıqsız bölünmür. Gəlin baxın. Yoxlayaq. 316 ədədi 4-ə bölək. Deməli 34-ə böldükdə 7 dəfə 28 yerdə qalır 36. 36 4-ə böldükdə 9 dəfə 36 və qalıqda 0. İndi isə 254 ədədini 54 ədəd 4-ə bölünmür dedik. Deməli ümumi ədəd 4-ə bölünmür. Yoxlayaq. 25-i 4-ə böldükdə 2 4-dən kiçik olduğu üçün 25-i götürürəm. 25 4-ə böldükdə eləyir 6 24 1 qalır. 4 aşağı düşürürəm. 14. 14-ü 4-ə böldüyümüzdə nə alır? 3 12. Qalıq nə qalır? 2. Qalıqda 2. Deməli qismətdə 63, qalıqda 2 qalmış olur. Deməli 254 ədədini 4-ə böldükdə qalıqlı bölünmüş olur. Niyə görə? Sonunun əmələ gətirdiyi 2 ədədi 4-ə böldükdə qalıqlı aldığımız üçün. Bunu da belə yadda saxlayaq. İndi növbəti ədədə keçək. Növbəti bölmə deyir ki, 5-ə bölmə əlaməti. Əgər ədədin sonu 0 və 5 ilə bitirsə, ədəd 5-ə bölünür. Niyə görə bilirsiniz? Çünki sonu 0 ilə bitirsə, hər hansı bir ədədin ona vurulması deməkdir. Onun da içərisində 5 olduğu üçün, ona görə, yəni sonu 0 ilə bitən bütün ədədlər rəqəminin sayından fərq etməksizin 5-ə həmişə tam bölünür. Bir də sonu 5 ilə bitən. Çünki 5-in 2 misli, yəni 2 dənə 5-i üst-üstə gəlsək 10 eləyir. 3 dənə 5-i üst-üstə gəlsək 15 eləyir. 4 dənə 5-i 20. Fikir versəz, ya 0 ya da 5, ya 0, 20, bir dənə də 5 gəlsək 25 ya da 5 olur. Ona görə sonu 0 və 5 ilə bitən bütün ədədlər 5-ə qalıqsız bölünür. Burada gördüyünüz kimi 230 ədədi də sonu 0 ilə bitir və 5-ə qalıqsız bölünür. Yəni 230 ədədi 5-ə qalıqsız bölünür. Çünki 23 vurulsun 10-dur. Və 15-ə bölündüyü üçün 230 ədəddə 5-ə bölünür. 145 ədəd. 145 ədədi fikir versəz 5-ə tam bölünür. Çünki sonu 5-dir. Yəni o qədər 5-lər vardır ki, müəyyən qədər n sayda 5 vardır ki, həmin n sayda 5-i, 5-dən n sayda 5-i yazın. Vurmuşam və yaxud da n sayda 5 üst-üstə gəlmişəm və sonda 145 almışam. Yəni sonu 5-dən burdadır. Bayaq izah elədiyim kimi. Ona görə də 145 ədədi də sonu 5-lə bitdiyi üçün qalıqsız bölünür. Amma 48 ədədi və sonu 8-dir. Deməli 5-ə bölünür. Bu da belə. Gəlin indi ardıcıl edirik. 6-ya bölünmə əlamətinə baxaq. Deməli 6-ya bölünmə əlamətində fikir versəz. 6 ədədi. 6 nədir? 2 vurulsun. Deməli 6 ədədi 2 vurulsun 3-dür. Bu da bərabərdir 6-ya. Bunu yazaq. 2 vurulsun 3 bərabərdir 6. Bunu yada saxlayaraq belə bilin ki, əgər 6-ya bölmə əlamətini öyrənməkdən ötürü ilk növbədə 2-yə bölmə əlamətini və 3-ə bölmə əlamətini eyni anda tətbiq edirsiniz. Yəni 2-yə bölmə əlaməti nə idi? Sonu cüt ədədlər və sonu müəyyən ədədlər vardır. 0, 4, 0, 2, 4, 8 və 6 ilə bitən ədədlər 2-yə bölünürdü. Yəni ona fikir veririk. Eyni zamanda birləşdirirəm. Albalı fikir versəz, albalı kimi birləşdirirəm 3-ə bölünmə əlaməti. 3-ə bölünmə əlaməti nə idi? Rəqəmlərinin cəmi 3-ə bölünürdü. Hər ikisi də eyni vaxtda tətbiq olunur. Amma məsələn, 126 ədədini deyir 2-yə bölünür. Niyə görə 126 ədədi 2-yə bölünür? Heç bura baxmadan baxaq. 126. Çünki sonu 6 ilə bitir. 2 əlamət 2-yə bölmə əlamətinə görə və ya da ümumi 126 ədədi cüt ədəd olduğu üçün 2-yə bölünür. Okay, buna bir plus qoydum. İndi 3-ə bölmə əlamətinə baxaq. 3-ə bölmə əlaməti də rəqəmlərin cəmi 3-ə bölünür. Burada nə görürük? 2 plus 1 plus 6 plus bərabər 9-a. Cavab 9-dur. 9. Cəm 9. 9 3-ə bölünürmü? 9 3-ə qalıqsız bölünür. Okay. Deməli 2 və 3-ə bölmə əlaməti 2-yə eyni zamanda tətbiq olundu. Deməli 126 ədədi 6-ya qalıqsız bölünəcək. Yoxlayaq. 126 bölünsün 6. 12 deməli 1 6-dan kiçik olduğu üçün 2 mərtəbəni birlikdə götürürəm. 12-ni 6-ya böldükdə 2 və 12 yazdım. Qeyd etdik. 0, burası 0-dır. 6 aşağıya düşür. 6 6-da bir dəfə yerləşir və 6 yazıram. Çıxmış olur. Qalıqda 0 alır. Deməli 0. 126 ədədi qalıqsız bölünür. Gəlin indi burada nə göstərir aşağıda? 245 ədədi deyil, 2-yə bölünmür. Böyle yoxlayaq indi. 145 ədədi 6-ya bölünərmi deyə yoxlayaq. Gəlin. Deməli neymiş? 245 ədədi. Sonu nədir? 45-dir. Yəni 5-dir. Sonu 245 ədədi 5-ə bölünmə əlamətlərinə görə 5-ə rahatlıqla bölünür. Bu garantidir. 4-ə bölünmə əlamətlərinə görə nə idi? 45. 2 rəqəm götürürdük.
4-ə bölünmə əlamətlərinə görə 45 4-ə bölünmür. Deməli 245 ədədi 4-ə də bölünmür. Bu da getdi. Bu əvvəlki bölünmə əlamətlərini sizə xatırlatmaq üçün deyirəm əslində bunları. İndi yoxlayaq 3-ə bölünür. 245 ədədi 2 plus 4 plus 5. Nə eləyir? Bu eləyir 11. 11 ədədi 3-ə bölünürmü? 11 ədədi 3-ə bölünmür. Deməli 11 ədədi 3-ə bölünmür. İndi yoxlayaq. Sonu da 2 olduğu üçün yenə 3-ə bölünmür. 245 ədədi 2-yə bölünmür. Sonu tək olduğu, yəni cüt deyil. Deməli, ümumiyyətlə 245 ədədi 6-ya bölünmür. Yazaq, 245. Əslində bölünür, qalıqsız bölünmür. Belə yazaq, 245 bölünsün 6. Baxaq, 245 6-da kişi olduğu üçün 2 mərtəbəni gedir. 24, 4 dəfə yerləşir. Bu 24 eləyir. Çıxdı. Burası 0, 5 aşağı düşür. Elə qalıq 5 almış olur. Deməli, burada da mərtəbə aşağı düşür boşluq olduğu üçün 0 əlavə edilir. Deməli, qismət qalıqda 5. 245 ədədi 6-ya qalıqsız bölünmür. Növbəti bölünmə isə 9-a bölünmədir. Gəlin baxaq 9-a bölünmə nədir? Əslində 9-a bölünmə də çox asandır. Ədədlərin, rəqəmlərin cəmi 9-a bölünürsə, həmin ədəd 9-a bölünür. Biz 3-ü necə öyrənmişdiksə, 9 da eyni şəkildədir. Və bunu yadda saxlasanız, əla olar. Bütün 9-a bölünən ədədlər, bax, bütün 9-a bölünən ədədlər fikir verin. 3-ə bölünür. Amma bütün 3-ə bölünən ədədlər 9-a bölünməyə bilər. Bunu yadda saxlayın. Çünki 6 məsəl üçün 3-ə qalıqsız bölünür. 2 alır. Amma 9-a bölünmür qalıqsız. Amma 9-un bölündüyü bütün ədədlər necəsə məsəl üçün 27 9-a böldükdə 3 alır. 27-ni eyni zamanda 3-ə böləndə 9 almış olur. Yəni belə. Böyükdən kiçiyə doğru. Bu da yadda saxlasaq yaxşı olar. Gəlin indi qaydaya bax. Deməli, məsəl üçün burada verib ki, 729 rəqəmlərinin cəmini toplayıb 7 üzərinə 2 gəlib o 9 eləyib 9-la 9-un cəmini 18. Bu, baxın, burada da qeyd edeyim. 18 9-a bölünəndə 2 alır. Deməli, 729 ədədini mən 9-a bölsəm tam cavab alasıyam. Yəni qalıqsız bölünəsidir. Amma 134 ədədinin rəqəmlərinin cəmi 8-dir. Biz də bilirik ki, 8 9-a bölünmür. Çünki 9-dan kiçikdir. Ona görə də 334 ədədi 9-a tam bölünmür. Deməli, gəlin baxaq ümumi nə nəticələyəcək. Ekran görüntüsünü qayd edərək, daha sonra yadda saxlayıb dəftərinizə də köçürə bilərsiniz bunu. Qısa qeyd şəklində. Onsuz da izahlarınızı da etdik. Yadda saxlaya bilərsiniz qısa qeydi. Deməli, nəymiş? 2, 4 və 5-ə bölünmə əlamətlərində son rəqəminə baxırıq. Bax, fikir verin. 2, 4, 5 rəqəmində son rəqəminə baxırıq. 2-də son rəqəmi 0, deməli 2-də son rəqəmi 0, 4, 6, 8 idisə, və yaxud da cüt rəqəmi, yəni cüt ədədlər 2-yə bölünür və sonu 0, 4, 6, 8 olan ədədlər 2-yə bölünürdü. 4-ə bölünmə əlaməti nə idi? 4-ə bölünmə əlamətində, məsəl üçün 364, son 2 rəqəminə baxırdı. Son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4-ə bölünürdüsə, həmin ədəd 4-ə bölünürdü. 5-ə bölünmə əlamətində nə də dedim mən sizə? 5-ə bölünmə əlamətində sonu 0 və 5 ilə qurtarırdı. Niyə görə? Çünki 5-in misilləri sonu həmişə 0 və yaxud da 5 ilə bitir. Bu da okey. İndi isə baxaq. 3 və 6 da bir qruplaşdırıb yadımızda saxlaya bilərik. Rəqəmlərinin cəmini ya da yəni 3-ə bölünmədə rəqəmlərinin cəmini yoxlayırıq. 6-ya bölünmədə isə 2 və 3-ü baxırıq. Yəni həm cüt ədədlər olsun, həm də rəqəmlərinin cəmi 3-ə bölünsün. Və eyni zamanda 9-a bölməni də bilirdik. Rəqəmlərinin cəmi 9-a bölünən ədədlər 9-a bölünürdü. 8-ə bölünənlərdə də son rəqəmin əmələ gətirdiyi ədəd 8-ə bölünürsə, həmin ədəd ümumilikdə 8-ə bölünmüş olurdu. İndi isə dərsimiz bu qədər. Əgər başa düşmədiyiniz nöqtə varsa, həmin yerləri yorum qismində qeyd edə bilərsiniz. Daha sonra isə mən sizə bacardığımca məlumatlandıracağam.